Qarabağda həbs edilən erməni cinayətkarlarının işi məhkəməyə göndərilib. Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər yenidən təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların hər biri vəkillə təmin edilib. Baş prokurorluq istintaq işi ilə əlaqədar Ermənistanın aidiyyatı orqanlarını əməkdaşlığa dəvət edir. Müxtəlif dövrlərdə Azərbaycana qarşı cinayətlər törədən erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Baş prokurorluqdan verilən məlumata görə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə 15 nəfər ittiham olunur. Onların arasında Aray Karutunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərləri var. Onlar əsasən soyqırımı, əhalini məhv etmə, işgəncə, terrorçuluq, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə olmaqla ümumilikdə 24-dən çox maddə üzrə ittiham olunurlar. Baş prokurorluq istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxsin Ermənistanda olmasını nəzərə alaraq bu ölkənin aidiyyatı orqanlarını əməkdaşlığa dəvət edib. Ermənistan təbii ki, sülhün bərqərar olmasını istəyirsə və bu vaxt artıq sülh müqaviləsi imzalanması məsələsi ortadadırsa, bu addımı atmalıdırlar ki, həqiqətən onların özü də qəbul etsin ki, bu şəxslər eyni zamanda millətcə erməni olanları da Qarabağın ərazisində girov saxlayıb, məcbur edib silahlı birləşmələrdə necə istifadə ediblər. Bizim əsir götürülmüş, girov götürülmüş şəxslərimizə qarşı hansı işgəncələr veriblər. Ermənistanın müharibə cinayətləri bununla yekunlaşmır. İşğal dövründə ərazilərimizdə milyondan artıq mina yerləşdirilib. İrəvan itkin düşən 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirilməsində də iştirak etməlidir. Ermənistan nəinki cinayətkarların deməli, aşkar edilməsində Azərbaycana köməklik göstərmir. Heç bu minaların xəritəsini belə vermir Azərbaycana. Bu mənada Ermənistan dövləti faktiki olaraq cinayətkarlarla ortaq mövqedən çıxış edir. Məsələ bundan ibarətdir. Eyni zamanda biz bilirik ki, 30 illik işğal dövründə, 1-ci Qarabağ savaşı dövründə 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi ilə bağlı bizə məlumat olmadı. Bugün də o məlumatlar qismən yenə də bizim üçün əlçatan deyil. Ekspertlər deyir ki, Ermənistan həqiqətən Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istəyirsə, hərbi cinayətlər və cinayətkarlarla bağlı rəsmi Bakının dəvətinə müsbət cavab verməlidir. İrəvanın isə bu prosesdən də imtinası onu deməyə əsas verir ki, Ermənistan hüquqi dövlət olmaqda maraqlı deyil.